Get off your hands of me. Bəli. Salam. Get off your hands of me. Yəni elə bil dalaşanda və yaxud da ki bir necə deyirlər, olur da, yəni arada bir cırnışma falan olur. Deyirsən ki, əlinizi və yaxud da ki əlinin üstündən götür, əlinin üstündən çək. Axmağım ben. Yəni belə. Get off your hands of me ifadəsinin anlamı əlinin üstündən çək. Yəni bırax, əçək məndən. Yəni belə. Leave me alone. Leave me alone. Tək qalmaq istəyirsən, hər şeydən uzaq qalmaq istəyirsən, stressdəsən falan, musiqi dinləmək istəyirsən, arada olur. Yəni həyatımızda kurs olan, paz olan insanlar olur. Yəni ona görə deyirsən ki, leave me alone. Tərk elə. Biraz rahat bırax məni. Belə bir məna. Leave me alone. Mənası odur. Don't let me down. Don't let me down. Onun da mənası odur ki, yəni yıxılmağa qoyma, məni tək qoyma. Yəni dəstək ol. Misal üçün partnyordur, birlikdə iş görürsünüz, bezib gedir, sən də deyirsən ki, don't let me alone. Don't let me alone, yəni məni tək qoyma, yəni tək başıma buraxma. Yəni güvəndiyin insandır, necə deyib, yəni hər kəsə ki, güvənmək olmur, onu qoyaq bir kənara. Güvəndiyin insandır, təsəlli vermək istəyirsən, dəstək olmaq istəyirsən. Yəni belə dostlar, kanala abunə olmağı unutmayın. 3 dənə ifadə. Don't leave me alone. Get off your hands of me. Bir də ki, leave me alone. Özünüzdən müğayət olun.